sosial binalarda, əziz dostlarım, 10 sotdan çox torpaq sahəsi, 2 mərtəbə mansar, tam əşyalı sizə bir bağ evini təqdim edirəm. Balkon istədəydim, elə buradan dedim başlayayım. Bura belə bizim üçün mansardır, ümumi 7 otaqdan ibarətdir. Qazı, suyu, işığı, stilistimi, kombi. Ortalar monolit beton, kəməri, yerin betonu hər biri mövcuddur. 20 ilin evidir və 20 ilin remontudur. Əziz dostlarım. Burada belə bir otaqdır. Mansara qalxışda var, çıxış. Buradan bir dənə belə bir otaqdır. Hündürlüyü 3 metrdir. Dediyim kimi şəxsi tikili, yaşayışlı, əşyalı, 20 ilin remontu və 20 ilin tikilisi. Burada da bir otaq. Hər mərtəbənin sanitar qovşağı, hər mərtəbənin mətbəxi. Burada da belə bir mətbəx. Mətbəxdən də təzədən keçidi var ora. O balkona, mansara çıxış yeri idi, balkona çıxış yeri idi. Düşürük birinci mərtəbəyə. Belə bir qonaq otağımız, maşallah olsun. Ortalar 40 santıdan. Burada belə bir yataq otağı. Burada belə bir sanitar qovşağımız. Burada belə bir barımız. Burada mətbəx hissəmizdir, birinci mərtəbənin. Keçid eləyək, bir dənə həyəti göstərim. Videonu çox uzanmamaq üçün çox fırlanmayacağım. Bax, evin arxasında belə bir ledli mətbəxi, toyuqca saxlamaq üçün yeri, evin hər tərəfinə vırlanmaq olur. Növbə-növ meyvə ağaclarımız var, gənc meyvə ağacları. Burada belə bir söhbətgahımız mövcuddur. Qaraj hissəsi var, rahatlıqla həyətinə 10-12 maşın daxil ola bilir. Bu da bir söhbətgah. Evin indi sizə çöl görünüşünü də göstərəm. İnşallah qiymətimizi də videoda üzərində yazacağım. Bax, belə də bir evin çöl görünüşü əziz dostlar. Sağ olun, var olun, gələn çəkişlərdə görüşənədək.